Hər kəsə salam. Yəqin ki, bu cihaz haqqında məlumatınız var. Multifunksiyonal tester adlanır bu. Məndə olan versiya T7. Bu arada bunun bir neçə versiyası var. Çox çeşidləri var açığı. Açıq vəziyyətdə, yəni qutusu olmayan versiyaları, daha sonra qutulu olan versiyaları, daha kompakt olan versiyaları, konnektorların bağlantı şəkillərinə baxın, burada olan versiyaları. Bu cihazımı mənim YouTube videolarımda da, həm də video kursumu alanlar bilir ki, bu cihaz haqqında da məlumat vermişəm. Daha doğrusu, orada dərslərimlə bağlı. Bu cihazın ölçümləri daha rahat olur. MOSFET, tranzistor, diod, kondensator və s. dövr elementlərinin ölçümündə çox yaxşıdır. Çox yaxşı dəyərlər verir. Həm də daha kompaktdır və daha sürətli dəyər əldə edə bilirik ölçümdə. Ancaq 1-2 həftə olardı da. Hardasa ortalama 1-2 həftə ərzində, 1-2 həftə öncə daha doğrusu, bu cihaz mənə lazım oldu yeni ölçümlərdə və ölçüm etdiyim zaman bütün dövr elementləri kondensator kimi görürdü. Daha sonra ümumiyyətlə heç bir cihazı görmür. Yəni ölçümü başlatdığımda tanınmayan komponent olaraq görür və təbii ki də artıq bu cihazın proqram təminatında problem var. Bu versiyada, burada da qeyd edilib versiya T7 Plus V01. Üzərindəki olan kontroller Atmega 644PA. Və bu arada üzərindəki olan kristal da 16 MHz kristaldır. Çünki bunun 8 MHz olan versiyaları da var və kontrollerin başqa versiyalı olan da var. Bu kontroller biraz digərinə görə daha, belə deyim, ölçü baxımından da böyükdür. Bunu səhv etmirəmsə 384 ya 324 PA versiyaları da var. Bu ancaq 644 PA versiyasıdır. Bunun üçün bir kondensator test edəcəyəm. Yəni problemi ilk öncə göstərim. Bu arada bunun öz bataryası artıq sıradan çıxıb. Ona görə də yəni hələlik kənardan bu tip batarya ilə mən test edəcəyəm. Bizdəki sıralama 1-3 buradadır. 1-2 pinlərlə bağlayıram. Bundan daha rahat olur. Deməli bu kondensator. Bu arada kondensatorları ölçmək üçün mütləq deşarj etməyimiz lazımdır. Çünki bu da bundakı olan gərginlik mikrokontrollerin daxilindəki proqram təminatını silə bilər. Belə mənə lazım olan buradakı litium bataryadır. Dediyim kimi bu bəsit test edəcəyim. Bəsit bir test prosesidir, qeyd edim ki. Test edirəm. Bataryanı yoxladı və tanınmaz, tanınmır. Ümumiyyətlə deyir, heç nə qoşulmayıb. Yəni fərq etməz. Bura müqavimət, yəni resistor, diod, MOSFET, hər nəysə. Nə bağlasam, ümumiyyətlə bu xətanı almış oluram. Cihazımızın daxilindəki mikrokontrollerə proqram təminatı yazmaq üçün Arduino'dan da istifadə edə bilərik. Ancaq Arduino'da biraz proseslər daha uzundur. Ancaq bunun üçün hazır bir proqramlayıcı var və bu proqramlayıcını bir çox, demək olar ki, bütün Atmega ailəsini proqramlamaq olur. Bəlkə də versiya fərqi ola bilərmi yeni nəsillərdə, amma demək olar ki, köhnə və yeni nəsillərin əksəriyyətini bu USB ACP proqramer cihazı ilə proqramlamaq olur. Bu arada bunu aldığımız zaman üzərində belə bir flex kabel verirlər. Bu tip konnektor bağlantısı olur. 10 pinlidir. Daha sonra belə bir bağlantı olur. Bu gəlmir üzərində. Bunu daha sonra istənilən bir belə deyim, elektrik mağazadan da və yaxud da AliExpress üzərində tapa bilərsiniz. Çünki bu paketlərin hamısını AliExpress üzərindən almışam. Bunu daha sonra mən buraya bağlayacağım. Baxın bura və buradakı ISP kanalı ilə cihaz bağlanılır. Proqram təminatı daxilinə yazmaq olur. Həmçinin də bu cihazın köməyi ilə bunun daxilindəki backupları, yəni daxilindəki blokda EEPROM və hex faylımızı da backup almaq olur. Ancaq təbii ki, mənə bunun artıq backup'ı lazım deyil. Onsuz ki, bu kontrollerin azazdır. Daha doğrusu kontrollerin daxilindəki proqram təminatı azazdır.
və bu prosesi edəcəyəm bu cihazla, USB, ISP cihazı ilə. Bu arada yəni də ilk dəfədir bu tip mikrokontrollerə proqram təminatı yazacağam kənardan və əsas məsələ bu ümumiyyətlə bu modelin proqram təminatı yoxdur. Bununla bağlı bunun digər versiyalarda var. Misal T3, T4 digər var, ancaq bunu ümumiyyətlə tapa bilmədim. Ancaq açıq qaynaq kod var. GitHub üzərindən endirdim. Sadəcə biraz proqramlaşdırma biliklərimiz lazımdır. Mən artıq bunu modifikasiya etmişəm bunun proqram təminatını. Yəni bunu çünki ekranla da uyğunlaşdırmaq lazımdır. Buradakı kristalla və buradakı mikrokontrollerin VESA-sı ilə. Belə mən dediyim kimi bunları lehimləyim. Bu arada bunların bağlantı şəkli asandır. Yəni bu formada bağlanılır. Onsuz da bunların üzərində belə bir çıxıntı var. Bu çıxıntı əslində bağlantı şəklini və sadəcə burada diqqətli olmaq lazımdır bunu bağlamağa. Misal burada ground pini düzgün təyin etməyimiz lazımdır. Burada ground pini buradadır. Yəni bağlantı şəklinin baxın bu formada olasıdır. Mikrokontrollerimizə proqram təminatını yazdım, ancaq bəzi problemlər ortaya çıxdı və bunun üzərinə xeyli bir araşdırma etdim. Və məlum oldu ki, mənim yazdığım proqram təminatı da proqram təminatının daxilində bu ekranla uyğunsuzluq var. If blok var, yəqin ki bilirsiniz, məşhur elektronika forum bloklarından biridir. Orada bir mövzu açdım və mənə mesaj olaraq bildirdilər ki, burada bir kontroller var, hansı ki bu ekranın işıqlandırılması, yəni bu əmr verəndə bu kontrollerlə birgə işləyir və bu kontrollerin daxilində proqram təminatı var. Bu bəzi versiyalarda istifadə edilir, tamamda yox, bəzi versiyalarda istifadə edilir. Və bunun üçün də ayrıca bu proqram təminatını oxumaq üçün pin header yeri var idi və mən bunu lehimlədim. Proqram təminatını yazdım və yenə də görüntümüz sadəcə ağ ekran qaldı. Və bu. Əslində cihaz işləyir. Sadəcə bu formada ağ ekran qalır. Bir neçə versiya belə yoxladım. Onda normalda əslində arxa planda hiss olunur ki, cihaz işləyir. Ekran qaralır, sonra yenidən start düyməsinə basıram. Sadəcə işıqlandırma. Yenə də biraz araşdırmalar etdim və məlum oldu ki, ekranla bağlı bir problemdir. Bununla bağlı əslində bir rus məqalə vardı, onu oxumuşdum, ancaq ekran məsələsinə çox diqqət etməmişdim. Deməli, mənim yəni bu mikrokontrollerə uyğunlaşdırdığım açıq qaynaq kodlu proqram təminatında ümumiyyətlə bu ekranın heç driveri yoxdur. Bu ekran təbii ki, Çin mənşəlidir. Ümumiyyətlə bunun driveri falan da heç nə yoxdur. HTD 15, daha doğrusu 150 M3. Yəni bunun, yəni hansı ki endirdiyim GitHub üzərində olsun, başqa bir çox yerlərdə açıq qaynaq kodlu olsun, hazır fayllar olsun, bu driver bu ekran üçün deyil. Və məlum oldu ki, bu ekranı dəyişməyim lazımdır. Mən də AliExpress üzərindən buna uyğun olan, daha yaxın olan və məşhur ekranlardan biri. Bu arada bu belə qabda gəlir. Və belə pin headerlar da gəlir üzərində. Ekran driver IC versiyası ST7735C. Və bu ekran, yəni bu ekranın daxili konfigurasiya driveri mənim endirdiyim paketin içində uyğundur. Yəni əksər versiyalarda bu ekrana uyğunlaşdırılıb. Çünki bu bununla bağlı heç bir qaynaq kodu yoxdur. Driver olmadığına, çünki bilirsiniz də Çinlər bu tip cihazlarda sadəcə bu ekranı deyəlim 1000 dənə istehsal edəcəksə, sifariş verir, 1000 dənə bu format istehsalı və salam. Yəni bunu ayrıca satış olunur. Və mən ekran aldım. Bu arada ekran çox bahalı deyil, ucuz bir ekrandır bunlar. Bunu bura uyğunlaşdırmağım lazımdır, amma məlum məsələdə ölçüləri böyükdür bunun. Aşağı yuxarı eynidir, ancaq ölçü fərqi var. Bu arada bunu necə yerləşdirəcəyimi düşünürsünüzsə, bu ekranda gördüyünüz kimi 14.000-dən istifadə edir. Ancaq mən bu ekranın çalışması
ISP kanalında olduğuna görə, baxın bura lehimləyəcəyəm. Düzdür, burada pin sayı çoxdur. Backlight, CS, DS, Reset, SDA, SDL, VDD, Ground. Yəni bunu əslində bura uyğunlaşdıracağım. Bu prosesi son nəticə olaraq paylaşacağım. Ən son olaraq, yəni bunun daxilində var. Yenə də kontrol edəcəyim, görüm gözdən qaçan hər hansı nəsə varsa, sırf bunu uyğunlaşdırıb son nəticəni paylaşacağım sizinlə. Çünki bununla bağlı ümumiyyətlə Google üzərində demək olar ki, heç məlumat yoxdur. YouTube-da da yoxdur. YouTube-da standart bunun digər versiyalarını rahat şəkildə proqram təminatı yazırlar. Bu qədər. Ancaq bu düşünürəm ki, YouTube üzərində ilk mənim videom olacaq və ona görə bura modifikasiya etməyimiz lazımdır. Bu arada bura görək bunu yerləşdirmək olacaqmı? Nəsə bir şey düşünəcəm də. Yəni bu ehtiyac olarsa bunu da kəsib genişləndirərəm. Əsas məsələ bu cihazı həyata döndürmək. Açığı bu cihazın fərqli yeni versiyasını da ala bilərəm. Məsələ puldan artıq çıxdı. Bunu həll etmək üçün əlimdən gələni edəcəm. Dediyim ki, bəzi hallarda artıq mənim gözümə pul görünmür. Yəni bunu al, ayrı başqa bir şey al. Amma əsas məsələ bəlkə başqalarına lazım olar. Həm də mənim üçün dediyim kimi bu problemi artıq bunu həll etməsəm rahat ola bilmərəm. Bu qədər. Mən bu ümumi modifikasiyanı edim. Çünki buradan ekran da ayrılmalıdır. Bu ən son proses olaraq nələr etdim, nələr qarşıma çıxdı bunu da paylaşacağam. Son nəticəyə baxarıq birlikdə. LCR testlerimizin proqram təminatına GitHub üzərindənki bu proyektdən istifadə edəcəyəm. Mən artıq endirmişəm bu paketi, ümumi paketi. Təbii ki, mənə lazım olan bir versiya var, sadəcə onu yazacağım. Bu, ümumiyyətlə, bu paket daxilindəki bir çox məlumatlar var. Yəni, sizin də fərqli bir cihazınız varsa, ona uyğun bu paketi indirərək lazımı redakt edib, daha sonra cihaza yaza bilərsiniz. Bunu bağlayayım. Bizim az öncə bəhs etmişdim. U3 kontrolleri var. Bu U3 kontrolleri proqramlamışam. Bağlantını isə baxın bu USB2 TTL ilə bu cihazın sayəsində bağlayıram. Daha doğrusu proqram təminatını yaza bilirəm. Hansı ki bunun U4'ün daha doğrusu U3 bəzən U4 bəzən də U3 olur. Məndə isə U3 mikrokontrollerdir. 2 ayağı var. RxTX üzərindən və bir də VCC bağlantı edərək bu proqramın köməyi ilə buradan OpenCode, buradan versiya bu arada budur. MCU type STC15L104W. Təbii ki, cihazı bağlayanda buradan artıq port bağlanmış şəkildə olur. Daha sonra buradan OpenCode file və daha sonra download program. Bu arada bu proses etdiyimiz zaman VCC'ni bağlamağımız lazımdır. Yəni əks halda download program verdiyim zaman sadəcə bu bölmədə checking MCU uzun müddət qalır. Mən bu prosesi etmişəm. Bu arada yenə də göstərim. Deməli, baxın U4 məndə budur. Daha doğrusu U3. Bunlar bu VCC ayağıdır, bu ground'dur. Bunlar isə RxTX. Bu arada bu U4. Baxın burada U4 dediyim kimi bəzi modellərdə U4, məndə U3'dür. Bu da onun daxilinə yazacağımız hex file. Təbii ki, bunu da paylaşaram ümumi olaraq. Bu arada bu hansı ki bu kontrolleri belə deyim cihazımız olmasa bunun üçün ayrıca bir dövrə hazırlayıblar. Baxın bu dövrə. İkili tranzistor dövrəsidir.
Daha sonra bunun 2 diyodlu versiyası da var. Bu tranzistor olan versiyasıdır. Burada ise PCB'nin, bakın burada PCB hazırlayıblar bu formada. Rezistor, diyot, tranzistor və bu formada bağlayıblar. Ancaq məndə cihaz olduğuna görə ona görə ehtiyac olmadı, yəni o proses etməyə. Çünki o cihaz elə də bahalı bir cihaz deyil. Bu arada istifadə edəcəyim proqram AVR-Dude Prog 3.3 versiyadır bu. Hələlik buna keçid etmirəm. Mənə lazım olan hansı ki GitHub üzərindən endirdiyim firmware, firmware. Bu arada bu K və M olması bu Markus'undur. Bu da Carol'un hazırladığı açıq kaynak kodlu proqram təminatıdır. Mən Markus'un olan 1.56-cı versiyanı istifadə edəcəyəm. Bu təbii ki açıq kaynak kod vəziyyətdədir. Sadəcə bunu nizamlamağım lazımdır öz cihazımıza görə. Burada əsasən istifadə edəcəyim config faylı və bir də burada make fayl. Baxın bu iki faylı redakt etməyim lazımdır ki mənim cihaza uyğunlaşsın. Dəyişik edəcəyim hissələri isə bu ekran tipidir. Hansı ki buradan mən ekran tipini təyin etməyim lazımdır. Burada qeyd edir ki standart olaraq 9342 SPI tipli ekrandan istifadə edilir. Yəni bu aktivdir. Mən bunu deaktiv edib məndə olan ST7735S versiyasını aktiv etməyim lazımdır. Daha sonra Makefile'dan mən dəyişiklik edəcəyim. Hansı ki buradakı MCU, frekans, burada dəymir osilator kristal tiplidir. Daha sonra Partno. Bu arada burada programmer, mənim istifadə edəcəyim programmer USB ASP tipli olduğuna görə buranı aktiv edəcəyim. Açığı bu cihaz üçün mən hazır faylları, yəni hex və EEPROM faylımızı hazırlayıb tam olaraq sizə də paylaşaram. Ehtiyac yoxdur. Bir də burada nizamlarla vaxt itirəsiz. Proses yekunlaşdı. Mən dəyişiklikləri etdim. Hansı ki göstərdiyim fayllarda. Daha sonra paketimizi hazırladıq. Çünki bu C dilində yazıldığına görə bunu yəni hazır hex və EEPROM fayllarını birləşdirmək lazım idi. Və deməli harda? Aha, tamam, baxın bu hex və EEPROM faylı. Burada da artıq onunla bağlı informasiya çıxır. Bunu bağlayaq. Daha sonra mənə lazımdır proqramımız. Və burada fuse ilə bağlı, yəni çox uzun, yəni yormaq istəmirəm. Əsas bizə nə lazımdır, daha doğrusu yekun olaraq nə lazımdır, mən onu məlumatını verəcəyəm. Deməli, bu bizim fuse'dur. Bu fuse'u mən öncədən nizamlamışam. Fuse bitlər. Deməli, bu arada cihazı bağlayaq öncə. Cihazı bağladım. Daha sonra read. Tamam, cihazımız bağlıdır. Bura hər hansı bir dəyişiklik etmirik. Burada flash yerindən mən component tester, hex file, burada isə EEPROM file və son pəncərə. Baxın, buradan üçünü də işarə etməyim lazımdır. Əgər fuse ilə bağlı öncədən bir dəfə nizamlama yazmışıqsa, buna ehtiyac yoxdur. Daha sonra program all. Fuse bitlər nədir? Fuse bitlərlə bağlı qısa məlumat verim. Bu əslində mikrokontrollerə bizim proqram təminatımızın yazılması və mikrokontrol, yəni MCU-nun hansı frekansda clock referans siqnalda işləməyini biz buradan öncədən təyin etməyimiz lazımdır. Bu mikrokontroller üçün FF, hex, yəni kodları FF, D9, F7, FC, yəni bu formada olması lazımdır. Əgər ilk dəfə mikrokontrollerdə
fuse bitləri yazmağımız üçün, təyin etməyimiz üçün ilk öncə read verməyimiz lazımdır. Misal bu arada mən read verim. Hal-hazırda oxundu və yəni öncədən mən əslində burada seçimlər olur. Bu seçimləri qaldırmışam. Yəni buna uyğun, bu heximizə uyğun yazmışam. Bu arada baxın bu seçimlər bizim deməli hara oldu? Baxın component tester makefile hara getdi makefile'ımız? Makefile'ın aşağı bölməsində daha doğrusu baxın fuse bitlərlə bağlı burada məlumat verilir. Misal burada osilator 8 MHz-likdə fərqlidir, 16 MHz-likdə fərqlidir. Deməli fuse bitlər buradan başlayır. Baxın high fuse, E fuse, low fuse. Yəni burada fuse bitləri də baxaraq təyin edə bilərik. Bunu əslində universal yazırlar. Yəni Atmega mikrokontrollerin bütün versiyası üçün universaldır. Sadəcə biz proqramdan bunu təyin etməyimiz lazımdır mütləq şəkildə. Əks halda fuse bitlər düzgün olmazsa mikrokontroller özünü kilitləyir və ya da ümumiyyətlə heç bir yazma prosesi olmur. Bu qədər. Yəni burada hər hansı fərqli bir proses etmirik. Daha sonra yəni bu da eyni formada qalır. Flash, EEPROM, fuse. Program all. Prosesimiz yekunlaşdı. Elə də çox uzun müddət çəkmir əslində bu proses. Bu qədər. Proqramımızı bağlayaq. Və bu arada yəni bu proqram təminatından sonra yəni deyəlim ki bu MCU-ya proqram təminatını yazdıq kanalımızdan. Daha sonra bu kanalımıza bağlantı edərək və yaxud da lehimləyərək tellərimizi bunu yazmağımız mütləq şəkildə lazımdır. Əks halda yəni görüntü olmayacaq, ağ ekran qalacaq. Mikrokontrollerimizə proqram təminatını yazdım. Bu arada buradakı U3 kontrollerdən proqramlanıb. Bunun 2 versiyası var. Ümumi paylaşdığım faylda onu da paylaşacağım. Hər ikisində əslində işləyir, problem olmur. Yəni ekran təbii ki dəyişdirildikdən sonra. Ekranı bu formada modifikasiya etdim. Buradan modifikasiya etmə səbəbimi qeyd edim öncə. Bu bizim ana kanalımızdır. VCC və ground pinlərimiz bağlıdır. Bu tip bu konnektoru pin header konnektorunu bura epoksi ilə yapışdırmışam ki bu bura keçəcək. Daha sonra SDL, SCL, reset və DC və yaxud da A0 kanallarına paralel şəkildə müqamətdən istifadə etməyimiz lazımdır. Təbii ki burada SMD-də istifadə edə bilərsiniz. SMD tapmaqda çətinlik çəkdim. Tapmaq olardı sadəcə bu dəyərə yaxın tapmaq biraz çətin olur. Hal-hazırda istifadə etdiyim 2 kilomluq bir müqamətdir. 1.6 və 2 kilom arası müqamətdən istifadə edə bilərsiniz və hamısı da eyni dəyərdə olması lazımdır. Və bu da eyni ilə digər, yəni bizim anakartımızda da eyni pinlərə bərabər şəkildə olması lazımdır. Baxın bu formada. Buradakı müqamətlərin olma səbəbi nədir? Əgər bu müqamətlər olmazsa, yəni bu bura lehimlənsə, baxın bu formada. Yəni elə etmişəm ki, bu formada bura bağlanılıb, daha sonra ən son lehimləyəcəyəm. Bu formada. Bu əgər birbaşa müqamət olmasaydı, hansı ki əsas önəmli reset kanalı, A0 və yaxud da DC, clock və data pinləri də müqamət olmazsa, birbaşa bağlantı şəklində yenə də ekranımız işləyəcək, yəni cihazımız işləyir. Ancaq proqram təminatını yeniləmək istədiyim zaman ISP kanal üzərindən proqram təminatı xəta verəcək. Yazma prosesində cihaz mikrokontrolleri görəcək, amma yazmasında problem olacaq. Çünki
Bu ümumiyyətlə çox həssas kanaldır, ISP kanalı və buradakı ekranımızın kanalı ilə toqquşluğuna görə, çünki eyni proqram təminatı yazanda panelimizdə burada bağlı şəkildə olur. Ona görə də xəta verir mikrokontrolleri yazmaqda. Gərək hər dəfə ekran anakartdan ayrılsın. Ona görə də burada müqavimət istifadə etməyimiz lazımdır. Bunların bu tip, yəni ST7735S ekranlarında da, yəni birbaşa orijinalda bu ekranla gələn modellərində də eyni ilə burada 1.6 və 1.8 arasında bir müqavimət olur və müqavimətlərin dəyərləri dediyim kimi, baxın bu formada, yəni bir-birinə paralel xətt kanal üzrü isə ardıcıl formada qoşmağımız lazımdır. İndi isə bir şiş test edim. Təbii ki, bunu tam lehimləməmişəm. Bataryamızı bağladım. Və LCR tester 1.56. Burada təbii ki, kondensator ölçməyə çalışır. Bu boş olduğuna görə əlim təmas edir bura. Ona görə burada tamam, əl təması olmadığı müddətdə, çünki həssasdır bu kanallar. Ona görə boş vəziyyətdə də bəzən dəyər göstərə bilər. Hal-hazırda komponent qoşulmayıb. Test üçün bir kondensatorumuzu ölçək. Deməli, 50 mikrofaratlıq, 50 voltajlı bir SMD kondensatorumuzdur. Bağlayaq. Bu arada deşarj etməyimiz mütləq şəkildə lazımdır. Buradakı C kondensator ölçdüyünün simvolunu bildirir. 93 və daxili müqavimət dəyəri 0.49 ohm. Bu normal bir dəyərdə olduğunu göstərir. Cihazımız işləyir. Söndürmək üçün isə tamam, bir dəfə basırım. Burada buy sözü çıxır. Bu qədər. Cihazı artıq mən tam toplamışam. Əvvəlki ekranında bu mavi xətlə, yəni ekran ölçüsü eyni idi. Mən kəsdim. Üzərinə də qoruyucu bir şiş bir plastik əlavə etdim. Artıq ekran ölçüsü də böyüyüb. Çünki öncəki ekran 128-in 128 idi. Bu isə 128-in 160-a. Eyni ilə rəngli ekran. İndi isə şiş bir test edəcəyəm. Bu arada hal-hazırda yoxladığım 35 volt. Mənə əsas təbii ki, üstündəki mikrofarad dəyəri lazımdır. Bu arada kondensator bunlar deşarj edilib, amma yenə də siz deşarj etməyiniz lazımdır bunları. Bu arada proqram təminatında dəyişiklik etmişəm biraz. Kondensator ölçümünü qeyd edir bu və 392 mikrofarad normaldır bu. Aşağı yuxarı bu dəyərlər tam olmur. Bu daha sonra aldığım, yəni yeni bir kondensatorda, ancaq normal məsələdir. İnternet üzərindən olan kondensatorun əksəriyyəti heç bu tam dəyərdə, ideal dəyərdə olmur. Bu arada içinə qoşulmadığını qeyd edir. Döngüyə keçir və komponent qoşmağını bildirir. Düyməyə basıb saxladığım zaman shutdown. Daha sonra burada var əlimdə yenə 470. %94 normaldır və burada var 1000 mikrofarad. Yaxşı dəyərdir bu da. Bu üstdən çıxma kondensatordur və təbii ki, bunların keyfiyyəti daha yaxşı olur.
hansı ki təzənin dəyəri daha aşağı göstərirdi, yəni olduğu dəyərdən. Ancaq bu 1000 mikrofarada daha yaxındır. Və burada var 47 mikrofarad. Bunun üçün mən bu kabeldən istifadə edim. Çünki qalın, bu şoketə qalın pinlərin təmasını etmək yaxşı deyil. Deşarj dediyim kimi mütləq şəkildə deşarj etmək lazımdır. Çünki həm səhv dəyər verir, həm də cihazımı xarab etməsin. Test edək. İdeal, çox yaxşı dəyərdir. 48.8 daxili müqavimət 1.3 ohm. Bunu çıxarım. Bu isə 47 idi. Yəni yaxşıdır dəyər. Kondensatorlarımızı kənara alaq və keçək. Müqavimətlərimizə. Sadəcə 2 ədəd müqavimətin ölçümünü edəcəm. Bunların da dəyərləri tam ideal olmayacaq böyük ehtimal. Bu tam ideal bir müqavimət dəyəridir. Bir də 1 kilomluq müqavimət ölçümünü edəcəm. Tamam. Və 987.5 ohm. Yaxşı dəyərdir. 1 kiloma qarşılıq. Bu qədər. Və bu arada burada bir dəqiqə menyu da var bunlarda. Bir dəqiqə menyuya keçid edim. Tamam. Bu arada menyu ilə bağlı hər hansı bir funksiyaları yoxlamamışam. Daha sonra bunlara baxacağım. Belə bir menyular var. Tam olaraq nə işə yarayır? Bilmirəm, bu çox ehtimal zener, air detektor, octocoupler ölçümü. Bunlar bu test nə üçün test edir, nədir? Hər nəysə. Bunu daha sonra özüm incələyəcəm. Belə. Cihaz tam funksional olaraq işləyir. Bu qədər videomuzu yekunlaşdırım. Bu arada bununla bağlı, yəni həm daxilindəki proqram təminatı olsun, ekranın diaqram və s. nə varsa hər bir şey bu arada bu cihazın ümumi blok diaqramını da paylaşacağım sizinlə, faylları da paylaşacağım. Yəni bu tip cihazda bir problem olarsa bu formada modifikasiya edə bilərsiniz T7 modellərinə, çünki bəzi modellər bir-birinə tam uyğun gəlməyə də bilər. Bu qədər. İnşallah növbəti videomuzda görüşərik. Sağ olun.